namusumu, qeyrətimi çəkmək heç birin borcu deyil. Elə bir hicabdan çıxın. Sizin belə əgər düzlüyə qalsa, sizin namusunuzu, qeyrətinizə görə mənim yoldaşım şəhid olub. Başa düşürsünüz? Yəni burada xahiş edirəm sizdən artıq sözdə. Burada da kim artıq söz yazacaqsa problem yoxdur. Yəni yenə də polis bölməsində onunla görüşəcəyik. Ayıb deyil, valla ayıbdır. Nə edirəm burada? Kart qoyub pul dilənirəm. Sizdən 5 manat pul istəyirəm. Necə deyim? Burada əxlaqsız hərəkət eləyirəm. Burada göbək rəqsi oynayırıq. Burada rəqs eləyirik. Nə edirik ki bu? Ay Allah, göbək rəqsi oynamıram. Mit soyunuram. Sizə nə halal zəhmətimizdən pulumuzu qazanırıq. Gəlib sizdən 5 manat istəyirik, 10 manat istəyirik. Ayıb deyil, valla ayıbdır. Gedin işinizlə məşğul olun. Yox, lap belə, burada tutaq ki, indi biz paltar göstəririk də. Lap belə lüt gəzirlər. Sizə nə dəxli var? Siz yəni filan kəsdə Dərdi məndən çəkmişdiniz. Dərdi məndən çəkmişdin. Mənlə bir yerdə dərd çəkirdin, ağlayırdın mənlə bir yerdə. İndi mən də gəlib artıq əsik yazırsan.